Salam dəyərli izləyicilər. Bugün sizinlə elektromaqnet induksiya hadisəsinə qısa olaraq bir nəzər yetirək. Demək ki, induksiya hadisəsi qapalı konturda maqnit sahəsinin istənilən dəyişməsi zamanı konturda cərəyan yaranır. Bu hadisəyə induksiya hadisəsi deyilir. Yəni ki, maqnit sahəsinin təsiri ilə naqillərdə cərəyan yaradılır. İndi isə buna vizual olaraq baxaq. Hər bir sabit maqniti qapalı halqaya yaxınlaşdırdıqda lampanın yandığını görə bilirik. Burada sarılar sayı az olduğuna görə lampa nisbətən zəif yanır. Eyni həmin təcrübəni digər halqada aparsaq, yəni sabit maqniti halqaya yaxınlaşdırdıqda lampa daha gür yandığını görə bilirik. Bu onunla əlaqəlidir ki, ikinci sarılarda sarıların sayı çox olduğuna görə induksiyası daha böyük olur. Amma maqniti sarıların içərisində sabit saxlasaq, yəni hərəkətsiz saxlasaq, bu halda heç bir induksiya hadisəsi də baş verməyəcək. Çünki az öncə dedik ki, maqnit sahəsinin dəyişməsi zamanı qapalı konturda cərəyan yaranır. Dəyişmə yoxdursa, demək ki, induksiya hadisəsi yaranmayacaq. Sağ olun, növbəti videolarda görüşənədək.